Bir neçə ay bundan öncə fərqli qiymətə təklif olunan bağçaların indi qiymətləri 100 manata qədər artıb. Hətta elə bağçalar var ki, qiymət artımı daha çoxdur. Bu iddialarla kanalımıza müraciət edən valideyn Günel Bayramlının sözlərinə görə qiymət artımı daha çox Elm və Təhsil Nazirliyinin qrant layihəsinə qoşulan bağçalarda hiss olunur. Hər il dövlət qrant ayırır özəl bağçalarda təhsil alan uşaqların ödənişlərinin bir hissəsini qarşılayır. Biz də bu layihəni gözləyirdik, amma ki, sentyabrda, oktyabrda bu layihədən heç bir cavab gəlmədi. Amma noyabrda açıldı. Elan olundu ki, 63 bağça var. 63 bağçanın bizə yaxın olan ərazilərin hər biri ilə əlaqə saxladıq, amma gördük ki, qiymətlər 550 manatdan başlayır. Halbuki sentyabrda biz müraciət etmişdik, onda həmin bağçalar bizə 300 manat demişdi. 300 manatla bizi qəbul eləyirdi. Valideynləri maraqlandıran budur ki, birdən-birə bu qədər qiymət fərqinin yaranmasına səbəb nədir? 550 manata qəbul edirlərsə, 250-sini dövlət ödəyirsə, yenə bizə qalır 300 manat. Yəni bu niyə belə olur? İkinci məsələ odur ki, bu bağça zaten qrant müsabiqəsidir. Dövlətin elan elədiyi layihədir. Niyə dövlətin elan elədiyi layihəyə bu qədər bahalı bağçalar seçilib? Niyə orta segmentə uyğun bağçalar seçilməyib? Mənə bu maraqlıdır. Onsuz da pulu olan adamlar bahalı bağçalara uşaqlarını qoya bilirlər də. Yəni orta segmentdə olan uşaqlar hansı bağçaya getsinlər? Biz də məsələnin nə qədər dəqiq olduğunu öyrənmək üçün bir neçə bağça ilə telefon əlaqəsi saxladıq. Onlar da hazırda qiymət artımının olduğunu təsdiqlədilər. Ödəniş qalxıb, yəni hardasa iyundan ödənişimiz qalxıb. Əvvəl 450 idi, indi 500 olub. 350 AZN olub, indi 400 AZN verilir. Normalda bizim öz aylıq ödənişimiz 450-500 manat arasıdır və qrant layihədə 50 manat fərq var. Qiymətlərin artırılmasının səbəbini isə hər bağça fərqli şəkildə izah etdi. Xidmətlərimizdəki olan dəyişikliklər, qidaların belə deyək də maksimal dərəcədə yenə də deyirəm, qiymət artırımı. Mənə deyirsiniz ki, 400 manatdır da qiymətiniz. Qrant layihədə niyə 450 manat olur? Çünki rüsum var. Nə rüsumu var orada? Necə yəni rüsumu, vergi falan rüsumu var. Ona görə 450 AZN olur. Bilirsiniz, dövlət ödənişi ödəyəndə bizim öz şəxsi hesabımıza gəlmir o pul. Bizim bağçamızın öz ümumi bank hesabı var, hüquqi şəxs olaraq ora gəlir və biz o puldan istifadə edə bilmirik. Onları hər ödəyəndə biz ümumi dəyər vergisindən müəyyən bir faiz çıxırıq. Qrant layihəyə qoşulduğunuza görə sizin xərcləriniz artıb. Bu xərcləri kompensasiya eləmək üçün adi qiymətlərinizin üzərinə əlavə xərcləriniz də gəlirsiniz. Bəli, bəli. Bəzi bağçalar isə artırılan qiymətlərin fonunda qrant layihə zamanı tələblərinin daha da artacağı təqdirdə qiymətlərə yenidən baxılacağını bildirdilər. Bununla bağlı Elm və Təhsil Nazirliyindən isə bildirildi ki, məsələ araşdırılacaq. Ruzana Kərimli, Yusif Kərimli, Xəzər xəbər.